Hər kəsə salam, xoş gördük hər biriniz əziz şagirdlər. Bugünkü dərsimiz Germanlar və Frank dövlətinin yaranmasıdır. İlk öncə German tayfaları haqqında danışaq. Bu tayfalar Reyn çayından qərbdə yaşayan tayfalar idi. Romalılar onları bu cür adlandırırdı. Eramızın ilk əsrlərində bu tayfalar qərbdə Reyndən, şərqdə Vislaya, şimaldan Baltikdən, Şimal dənizindən, həmçində cənubda Dunay çayına qədər geniş əraziləri əhatə edirdilər və qabaqda vurğuladığımız kimi bu tayfalarda quldarlıq quruluşu görməyiblər, ibtidai quruluşundan birbaşa feodalizmə keçid ediblər. Bu dövrdə isə qəbilə halında yaşayırdılar. Ovçuluqla məşğul olurdular, maldarlıqla məşğul olurdular və burada əsas mühüm məsələləri xalq yığıncağında həll edirdilər. Xalq yığıncağında sülh, müharibə, cinayət işləri və qəbilə başçısının seçilməsi məsələləri həll edilirdi. 1-ci əsrdən başlayaraq Roma imperiyası işğalçı yürüşlərə başlayır. Reyndən qərbdə yerləşən əraziləri işğal edir, lakin burada tam möhkəmlənə bilmir və burada Reyn çayı boyunca istehkamlar, yəni müdafiə istehkamları qurur. Bu German tayfalarının Romaya hücumlarının qarşısını almaq məqsədi ilə edilən tədbir idi. Lakin buna baxmayaraq, Roma imperiyası zəiflədiyi bir dövrdə German tayfaları bu sədləri yarıb keçərək imperiya ərazisinə qarətçi yürüşlər edirdilər və 4-cü əsrin ikinci yarısından başlayaraq xalqların böyük köçü zamanı Hunlar German tayfalarını sıxışdırırlar. Germanlar da Roma ərazisində məskunlaşmağa və sürətlə bu ərazidə işğallar edib öz krallıqlarını yaratmağa başlayırlar. Və xalqların böyük köçünün nəticəsidir ki, Qərbi Roma imperiyasının bir sıra əraziləri Germanlar tərəfindən işğal edilir. Burada barbar krallıqları yaradılır. Ümumiyyətlə, burada bunların məskunlaşması, Roma ərazisində məskunlaşması Romaya böyük ziyan vurur, mədəniyyəti məhv olur, maddi mədəniyyət nümunələri dağıdılır, elm, təhsil tənəzzül edir, şəhərlər dağıdılır. Yəni bunlar vəhşi xalqlar idilər. Ona görə də barbar sözü vəhşi mənasını verir. Roma üçün çox pis nəticələnibdir. 756-cı ildə isə Qərbi Roma imperiyası tənəzzül edir və Avropada yeni bir dövr başlayır. German dövrü adlandırılır bu dövr və yeni bir cəmiyyət formalaşır və feodalizm quruluşu yaranır, antik dövrə son qoyulur, quldarlıq dövrünə Qərbi Roma imperiyasının süqutu ilə son qoyulur. Dediyimiz kimi Roma dövrü başa çatır, German dövrü başlayır bu dövrdə Avropada. Qeyd etdik ki, Germanlar öz krallıqlarını yaratmışdılar. İtaliyada Oskot krallığı yaranmışdı. İspaniyada və İtaliyada Veskot krallıqları yaranmışdı. Britaniyada Anglo-Saks, Vandallar Afrikanın şimalında öz krallıqlarını yaratmışdılar. Fransızlar isə Qalliyada öz krallıqlarını yaratmışdılar. Belə deyək ki, Romalılarla Germanlar arasında çoxlu fərqlər var idi. Romada öz dilləri Latın dili idi, lakin get-gedə dildə dəyişikliklər olacaqdı. Germanların təsiri ilə 9-cu əsrə qədər Latın dili əsasən fransız və ispan və digər dillərin yaranmasında mühüm rol oynayacaqdı. Çünki bu dillər German dili ilə qaynayıb qarışaraq müxtəlif dinlər yaradacaqdı. Dövlətin idarə olunmasında ümumiyyətlə Germanların və Romalıların fərqli adət-ənənələri var idi. Belə deyək ki, ailə bağları və şəxsi sədaqət German cəmiyyətinə xas bir xüsusiyyət idi. Lakin dövlətin idarə olunması, yazılı qanunlara sədaqət, dövlət hakimiyyətinə sədaqət isə Roma cəmiyyətinə xas bir xüsusiyyət idi və bu iki cəmiyyətin birləşməsi yeni bir adət-ənənənin yaranmasına gətirib çıxaracaqdı. Frank dövlətinin yaranması. Frank tayfaları iki qola ayrılmışdı. Onların başçıları hökmdar adlandırılırdı və hərbi başçı idi. 5-ci əsrin sonundan başlayaraq Frank tayfalarının bir hissəsi birləşərək Qaliya istiqamətinə yürüşlər edibdi. Bu zaman Frank tayfalarının ittifaqına Ludwig başçılıq edirdi. 486-cı ildə Qaliyada Soissons döyüşü baş verdi. Döyüşdə keçmiş Roma canişini məğlubiyyətə uğradıldı və burada Ludwig qalibiyyət əldə etdi və Qaliyanın böyük bir hissəsini ələ keçirdi. Digər əraziləri tayfa başçılarını zərərsizləşdirərək özünə tabe etdi və özünü Frank kralı elan etdi.
5-ci əsrin sonunda Frank krallığını həmin ərazidə yaratdı. İndiki Fransanın və Almaniyanın bəzi ərazilərini, Almaniyanın qərb hissəsini və Fransanın bəzi ərazilərini əhatə edir krallığın ərazisi və Qərbi Roma İmperiyasının ərazisində yaranmış dövlətlər arasında ən uzun ömürlüsü və uğurlu siyasət yeridən dövlətlərdən biri olmuşdu. Bu dövrdə Xlodviqin hakimiyyəti dövründə nələr olubdu? O haqda danışaq. Xlodviqin hakimiyyəti dövründə xristianlıq dini rəsmi dövlət dini elan edilibdi və bununla da yerli əhalini öz tərəfinə çəkibdi, ruhaniləri öz tərəfinə çəkibdi. Bu Qazan xandan oxşardı. Qazan xan da yerli əhalinin deməli mövqeyini qazanmaq üçün onlara deməli öz hakimiyyətini onlara göstərmək üçün və özünə tərəfdaş toplamaq üçün İslam dinini qəbul edibdi. Məsələn, Xlodviq və Qazan xanın oxşar cəhət kimi götürmək olar, yeni dinin qəbul edilməsi. Və Xlodviqin hakimiyyəti dövründə öz hakimiyyətini daha da möhkəmləndirdi. Roma-German mədəni birliyini yaratdı. Həmçinin də bu gələcəkdə fransız xalqının yaranmasına böyük təkan verəcəkdi. Ərazi olaraq vilayətlərə böldü, qraflar təyin etdi. İlk qanunlar toplusu yaratdı burada 6-cı əsrdə. Bu Salik qanunlarıdır. Bu qanunlar 9-cu əsrə qədər qüvvədə olubdu. Latın dilində tərtib olunub, adət-ənənələrdən, Roma hüququndan bəhs edir. Özbaşınalığın qarşısını almaq məqsədi ilə həyata keçirilibdi. Ailədir, vərəsəlikdir, mülkiyyət hüquqlarından bəhs edir və Frank dövlətinin qanuni əsaslarla idarə olunan bir dövlət olduğunu sübuta yetirir. Baş məmur Karl Martelin hakimiyyəti dövründən danışaq. Xlodviqin varislərinin dövründə dövlət zəifləyəcək və 8-ci əsrin əvvəllərində sarayda məmur olan Karl Martelin hakimiyyəti dövründə dövlət güclənəcəkdi. Orduya rəhbərlik etsə də kral adından dövləti demək olar ki, idarə edirdi. Hərbi islahat keçirəcəkdi və zirehli atlılardan, cəngavərlərdən ibarət Frank ordusunu təşkil edəcəkdi. 732-ci ildə Poitiers döyüşü olacaq. Həmin döyüşdə dedik ki, ərəblər məğlub olur. Ərəblərin Qərbi Avropaya girişinin qarşısı alınır və bu döyüşdən sonra Karl Martel müşahidə edir ki, müsəlman süvariləri döyüşün gedişatını dəyişirlər və bunun nəticəsində o, zirehli atlılardan və yeni cəngavərlərdən ibarət yeni qoşun yaradır. Bu da Avropalıların döyüşdə qalibiyyətinə səbəb olur. Və Karl Martelin dövründən başlayaraq, 8-ci əsrdən başlayaraq Frank ordusu süvarilərdən təşkil olunduğuna görə kəndlilərin at və silahla təchiz olunması imkanı olmur. Bunu dəyişəcəkdir, bu gedişatı dəyişəcəkdir. Böyük Karl artıq onun dövründə hərbi islahat keçiriləcəkdir və kəndlilərin orduda iştirak etməyinin qarşısı alınacaqdır. Kəndlilər hərbi xidmətdən uzaqlaşdırılacaqlar. Böyük Karlın hakimiyyət illəri 768-814-cü illəri əhatə edir. Ən qüdrətli dövr olub Frank krallığının və onun dövründən başlayaraq bütün Frank kişiləri döyüşə cəlb edilibdir. Bunun nəticəsidir ki, təsərrüfat işləri dayandırılıbdır, ərzaq qıtlığı yaranıbdır. 8-ci əsrdə bayaq qeyd etdiyimiz kimi Karl Martelin dövründən başlayaraq orduya cəlb edilən kəndlilərin deməli burada at və silah almağa imkanları yox idi və Böyük Karlın islahatının nəticəsindədir ki, kəndlilər oradan uzaqlaşdırılacaqlar və qohumlarına, həmçinin də Frank əyanlarına torpaqlar paylayacaqdı. Bu torpaqlar şərti olaraq verilsə də, zaman keçdikcə irsi xarakter daşıyacaq, onların daimi istifadəsinə veriləcəkdir. Bu çox pis idi, çünki gəldikdə Frank dövlətinin parçalanmasına səbəb olacaqdı. Çünki bu deməli əyanlar öz mövqelərini daha da möhkəmləndirəcəklər və krala tabe olmayacaqlar. Bu isə parçalanmaya gətirib çıxaracaqdı. İndi isə Böyük Karlın yürüşlərindən danışaq. Böyük Karl İspaniyada müsəlman ərəblərinə qarşı mübarizə apardı.
Pireneya yarımadasının şimal hissəsində bəzi əyalətləri ələ keçirdi. Bir əyaləti daha doğrusu ələ keçirdi. Burada xristianlaşdırma siyasəti apardı. Belə deyək ki, İspaniyadakı ərəblərə qarşı mübarizə aparıbdı, amma ərəb xilafəti ilə diplomatik əlaqələr saxlayıbdı. Yəni Abbasilər xilafəti ilə diplomatik əlaqələr saxlayıbdı. İspaniyadakı ərəblərə qarşı isə müharibələr aparıbdı. Saks tayfalarını özünə tabe edibdi, 30 il onlarla müharibə aparıbdı, nəticəsində onları özünə tabe edibdi. Avar xaqanlığına qarşı amansız müharibə aparıbdı və İtaliyanın şimalında məskun salmış Roma papasını təhdid edən Germanları məğlubiyyətə uğradıbdı. Bundan sonra isə papa onu Romaya dəvət edibdi və 800-cü ildə Romada tac qoyma mərasimi keçirilibdi, özünü imperator elan edibdi. Deməli, 800-cü ilə qədər Frank dövləti idi, 800-cü ildən süquta qədər, 843-cü ilə qədər isə Frank imperiyası adlanıbdı. Demək olar ki, Böyük Karolun dövründə Qərbi və Mərkəzi Avropanın böyük bir hissəsi dövlətin ətrafında birləşdirilibdi və ilk dəfə olaraq Roma imperiyasından sonra Qərbi Avropanı yenidən birləşdirən kral olubdu Böyük Karol. Bayaq vurguladığımız kimi ərəb xilafəti ilə diplomatik əlaqələr saxlayıb, həmçinin də Bizansla diplomatik əlaqələr saxlayıbdı. Böyük Karolun dövründə dedik, dövlət daha da gücləndi, imperiya çevrildi, mövqeyi dövlətin daha da möhkəmləndi. Lakin onun vəfatından sonra oğul və nəvələr arasında hakimiyyət uğrunda mübarizə baş verir və 843-cü ildə 3 nəvəsi arasında dövlət bölüşdürülür və onu da vurğulayaq, dövlətin bölüşdürülməsi Böyük Karolun hakimiyyəti dövrünə düşmür. Yəni, Verdi müqaviləsi ilə dövlət bölüşdürülübdür, onun hakimiyyəti dövrünə düşmür, onun ölümündən sonra dövlət bölüşdürülübdür. Bunun nəticəsində 3 dövlət yaranır, indiki Fransa, Almaniya, İtaliya dövlətləri yaranır və bu dövr 9-11-ci əsrlər Avropada feodal dağınıqlığı dövrü adlandırılır. Hər 3 dövlətdə də iri feodal mülkləri var idi, kiçik və iri feodal mülkləri mövcud idi. Həmçinin də hər bir feodal özü müstəqil fəaliyyət göstərirdi, öz adına pul kəsirdi, özünün qanunu və məhkəməsi var idi. Verdi müqaviləsinin nəticəsində ümumiyyətlə Avropada feodal dağınıqlığı dediyi oldu, 2 əsrə qədər davam etdi, güclü kral hakimiyyəti olmadı, idarəçilik daha da zəiflədi və feodal münasibətlərinin 9-11-ci əsrlərdə Avropada formalaşması başa çatdı. Frank dövlətinin parçalanması nəticəsində yaranan dövlətlərin 9-11-ci əsr tarixlərindən deyək. 9-11-ci əsrlərdə Fransa burada da feodal dağınıqlığı mövcud idi və vahid dövlət sayılmırdı. İri feodal mülkləri burada var idi. Kralın hakimiyyəti yalnız Paris və Orlean ətrafı ilə deməli məhdudlaşırdı. 10-cu əsrin sonlarından isə hakimiyyətə Kapetinglər sülaləsi gəlibdi. Almaniyada feodal dağınıqlığı idi, lakin burada vahid Alman krallığı yaranacaqdı. 1-ci Otto tərəfindən İtaliyanın şimalını öz hakimiyyəti altında birləşdirəcək Otto, Papanın razılığı ilə 962-ci ildə Roma şəhərində özünü imperator elan edəcəkdi və müqəddəs Roma imperiyasını yaradacaqdı. İmperiya 962-ci ildən 1806-cı ilə qədər mövcud olacaqdı. 1-ci Napoleon Bonaparte tərəfindən imperiyanın varlığına son qoyulacaqdı. Sonuncu isə İtaliya. İtaliyada siyasi cəhətdən dağınıq idi, lakin burada şəhərlər inkişaf edirdi, sənətkarlıq ticarət mərkəzi idi, Genoa, Venesiya, Pisa, həmçinin də Florensiya kimi müstəqil şəhər respublikaları mövcud idi. Bu dövrdə Vikinglər dövrü vardı. Viking yürüşləri 9-11-ci əsrlərdədir. Skandinaviya xalqları da bunlar gəmiciliklə məşğul olurdular. Qənimət məqsədi ilə yürüşlər edirdilər, lakin tutduqları ərazilərdə möhkəmlənmirdilər. Ona görə də Vikinglərin bir dövləti olmayıbdı və 1000-ci ildə Şimali Amerikaya qədər gedib çatıblar. Bu dövrdə Avropanın iqlimində baş verən istiləşmə onların əkinçiliklə məşğul olmasını daha da asanlaşdırıbdı.